Salam mənim əzizlərim, davam edirik əkizlər bürcü ilə. Bu həftə əkizlər üçün zehni aydınlıq və daxili susqunluq paradoksu var. Fikirlər çoxdur. Hansı həqiqətən sənin olduğunu seçmək lazım olur, seçim etmək lazım olur. Ümumi götürsək, beynin çox işləyir, daxili qarışıqlıq bu həftə arta bilər tutulmanın təsiri ilə. Tutulma sənə deyir, hər fikri paylaşmaq məcburi deyil. Sizin üçün bu həftə filtr rolunu oynayacaq. Hər şeyi filtrdən keçirin, sonra hərəkət eləyin. Əkizlərin bu həftə hərəkəti. Bu həftə tələsik qərar, qarışıqlıq yarada bilər sizin üçün. Siz planları belə mürəkkəbləşdirməməlisiniz, sadələşdirməlisiniz. Sevgi münasibətlərində, sevgidə ünsiyyət istəyi yüksəkdir. Köhnə söhbətlər, nostalji hisslər yaşaya bilərsiniz. Bu həftə sevgi susmaqla da qoruna bilər. Bəzən bir jestlə, bir hərəkətlə sevginizi göstərə bilərsiniz qarşı tərəfə. Pul məsələlərində xırda xərclərə diqqət etməlisiniz. Söz verilənlər gecikə bilər. Beyninizdə olan o qərarsızlıqdan qurtulun. Karyerada danışıqlar ön plandadır. Hər deyilənə, hər gördüyünüzə həmən inanmayın. Detalları yoxlayın. Aydın görünə bilən, yaxında tam fərqli bir formada ola bilər. Ona görə biraz bu məsələlərdə ehtiyatlı olun. Sağlığa baxaq. Sağlıqda sinir sistemi, gərginlik, yuxusuzluq, baş boyun gərginliyi ola bilər. Xəbərdarlıq, əkizlərə xəbərdarlıq. Eyni anda hər şeyə çatmağa çalışma. Dedikodu xoş ola bilər, amma ona da qarışma. Kimə nəyi söz vermişsinizsə, çalışın onu yerinə yetirin. Çünki aydınlıq səs çoxluğunda deyil, düzgün seçilmiş sükutdadır. Görək mələklərin mesajı nədir əkizlərə? Həyəcanlı yeni bir xəbər eşidə biləcəksiniz. Yaradıcılığınızdan istifadə eləyin. Gözəl bir həftədir. Bu qədər mənim əzizlərim.